keçid alaq motivasiyamıza. Hamısı diqqətiniz olsun monitorda. İndi monitora baxın, görün, orada şəkillər göstərəcəyik. Hər bir şəkilə aid hər şagird öz fikrini bildirəcək. Yəni şəkildə gördükləriniz haqqında nə fikir, ilkin fikir, hansı fikir var dolaşırsa, onu durub öz söyləyəksiniz. Baxın, birinci şəkildə. Kimdir? Birinci şəkildə nə görürsünüz? Nə görürsünüz? O şəkil sizin nə ifadə edir? Burada görək. Qoca və uşaq. Qoca və uşaq. Sonra, Tərlan sən də görək. Baba və nəvə. Babadır da. Nəvə və nəvə. Nəvə və nəvə, əyləş. Sonra kim başqa nə deyə bilər? Evdə görək. Onların arasında fərq görürəm, yaş fərq. Onların arasında yaş fərq görürsən. Əla, çox gözəl. Keçirik onda ikinci şəklimizə. İkinci şəklimizə haqqında kim öz fikrini bildirər? Kim öz fikrini bildirər? Nə görürsünüz? Nə fikir formaq üçün nə görürsünüz onu deyirsiniz. De görək Qərifət. Orada həm balacalar, balaca və kiçik sıçanlar, böyük sıçan və kiçik sıçanlar. Sonra əyləş. Çiçəksən də görək. Mənim, orada balaca sıçanlar, böyük sıçan var. Ortadakı sıçan onlardan böyükdür. Böyük. Deməli, burada hansı anlayış gəlir bizə? Hansı gəldi? Ortada ən böyük. Ortada duran. Ortada ən böyük. Sonra üçüncü şəklimizə keçid alaq. Üçüncü şəkil haqqında kim öz fikrini bildirə bilər? Kim nə görür orada? Nəndə görək? Orada uşaqlar var, hamısı ikizdir. Aha. İkizdir. Sonra əyləş. Sonra kim deyər? Rövşədə görək. Onlar mənim rəhbərə paltarlar geyinirlər. Rəhbərə paltarlar geyinir. Sonra buradan sən də görək. Hə. Nə görürsən orada? Dəqiq İsmail. Moda göstərlər. Evli moda göstərlər. Yaxşı, gözəl, əyləş. Sonra keçir digər şəklimizə, dördüncü şəklimizə. Deməli, birinci şəkildə biz nəyi gördük? Yəni, birinci şəkildə gördük ki, nənə ilə nəvə arasında fərq var. İkinci şəkildə nə gördük? Yəni, ortada duran, böyük, yəni ortada duran. Sonra, üçüncü şəklimizdə nəyi gördük? Moda. Yəni, də bütün fərqlidir, moda göstərirlər, moda. Digər şəklimizə baxaq. Digər şəklimizə baxaq. Baxaq, burada nə var? Dördüncü şəkil haqqında kim öz fikrini bildirər? Dördüncü şəkil. Ayşədə görək, nə görürsən orada? Nə görək Ayşə? Onlardan bəziləri böyükdür, bəziləri kiçik. Bəziləri böyükdür, kiçikdir. Çiçək sən də görək. Bəli, bunlar kiçikdən böyüyə doğru ardıcıllıq. Kiçikdən böyüyə doğru düzülüblər. Sonra başqa nə fərqli nə görürsə orada? Kiçikdən böyüyə doğru düzülüblər. Həm də nə var orada? De görək. Ortadakının rəngi başqadır. Ortadakının rəngi başqadır. Yəni, azdan çox ardıcıllıqdır düzüldükdə, ortadakı rəngi necə olubdur? Başqadır. Bu artıq əyləş. Bizdə bu, yəni həmin o slaytda gördüklərimiz riyazi dildə yeni anlayışlarla təqdim edilir. Yəni, hansı anlayışlar? Birinci şəkildə gördük ki, nənə ilə nəvə arasında fərq var idi. İkincidə gördük ki, ortada duran digərlərlə böyükdür. Yəni, bu gəlir çıxıb orta ədəd ortaya çıxacaqdır. Yəni, riyaziyyat onunla ifadə edəcək. Üçüncüdə paltarları, geyimləri hamısını nə edilir? Salam uşaqlar. Əyləş. Geyimləri eynidir. Sadəcə olaraq içərisində 3 nəfər nə olubdur? Təkrar geyim geyinir. Yəni, təkrarlanan geyim olubdur. Dördüncüdə isə ortada azdan çoxa düzülübdür və ortadakı necədir? Qırmızı rəngdə boyanıbdır. Deməli, ortada duranımız artıq bizə verəcəkdir yeni bir anlayış. Təqdimat sualımız bu günlər bu olacaqdır ki, toplanmış məlumatlar hansı parametrlərə görə təhlil olunur? Əvvəla deyə bilərsinizmi, məlumatı necə toplayır? Məlumat necə toplanır? Nə görə edirək? Necə toplanır? Bindən belə kim gəlsə, yaxşı, dəst gedir. Patentdir. Radio vasitəsilə. Sonra çiçək sən
görüşümüzü artırmak için. Yine görüşümüzü artırmaq üçün. Sonra Qənifer sən de Bilgilerimizi artırmak. biliklərimizi artırmaq. Elvə deyə bilərsən? Rəsul sən de Ben tarihimizi bilmek için. tariximizi bilmək üçün. Sonra sən de Xəbərlərdə xəbər xəbər toplamaq üçün. Çünki Geleceğimizi. ay sağ ol. Deməli həmin o xəbərlərdən gələcək işlərimizdə planlaşdırmaq üçün istifadə edirik. Bəs hansı təqdimat formalarından istifadə edirik? O toplanmış məlumatları necə təqdim edirik? Hansı təqdimat formalarını bilirik? De görək. Cədvəl forması. Cədvəl sonra de görək.